Görün sizə nə danışacağım. 93-cü ilin 23 iyun ayı. Həmin gün Ermənistanda və Azərbaycanda nə baş verir? Ermənistanda həmin gün 23 iyun 93-cü ildə Svorov adında Vorzakon var idi, o ölüb. Həmin gün isə 2 gündə Elçi bəy qaçıb Kələkiyə, Azərbaycan Milli Məclisi yığılıb 23 iyun. Sürət Hüseynov da Bakının 20 kilometrində gəlib dayanıb. Bakıda blokadalar qurublar ki, müharibə edəcəklər Sürət Hüseynovla. Milli Məclisdə yığılıb həmin günü Elçi bəy təzədən dala qaytarmaq istəyir ki, oturub Sürət Hüseynovla söhbət eləsin. Bax, belə bir vəziyyətdə Azərbaycan götürür Ermənistana qaz, işıq, neft verir ki, 3 gün, 4 gün ki, Svorov'u bastırsınlar Ermənistanda. Azərbaycan dövləti işıq verir Ermənistana ki, Svorov'u, bu Vorzakonu bastırmaq olsun orada. Svorov da kimdir? Bu Vorzakon Azərbaycanla erməni müharibə eləyəndə silahları gətirib töküb bura, pul gətirib töküb bura. Bu bizlə müharibə edib. Onun sağ əli də Fikrət Məhərrəmov olub Azərbaycanlı. Sağ əli erməninin. Azərbaycanlılar Rusiyada yaşayırdılar. Həmin vaxtı pul yığıblar, imkan düzəldiblər, silah almışlar Rusiyadan. Azərbaycana göndərmək istədilər. Həmin o Fikrət Məhərrəmovla bu Svorov bizimkiləri vurublar, döyüblər, əllərindən o silahları da alıblar. Göndəriblər Qarabağa. Həmin bu Svorov ölüb 23 iyun 1993-cü il. Azərbaycan götürür qaz, neft, işıq zad verir 3-4 gün ki, o Svorov'u bastırsınlar. Pul göndərirlər Azərbaycandan. Hansı ki, Sürət Hüseynov Bakıda 20 kilometrindədir, Elçi bəy də qaçıb. Bizimkiləri də qırırlar, Xocalı düzü olub. Salam Azərbaycan.